Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. DİM 20 sınaq tarix test kitabından izahlarımız davam edir. 7-ci sınağın izahı ilə qarşınızdayam. Digər videolarımız kanalda paylaşılıbdır. Playlistlərə daxil olaraq açıqlamadakı izləyə bilərsiniz və digər sınaqların izahları kanalımızda paylaşılacaq. Birinci sual Solon saatları ilə bağlıdır. Yoxsul vətəndaşlar bütün vəzifələri tutmaq hüququ əldə elədi strateq Periklin dövründə. 1 yanlışdır, 2 doğrudur. 3 aristokratların həyat və əmlakının toxunulmaz elan edilməsi. Bunu Drakon qanunlarına aid etmək olar 7-ci əsr eramızdan əvvəl, 7-ci əsr sonlarına. Demək 3-ü borca görə qul edilən Afinalıların azad edilməsi. Bu doğru fikirdir. Ordu və donanma rəhbərliyi ilə strateqlərin seçilməsi isə 6-cı əsrin sonlarındandır. Solon islahatı eramızdan əvvəl 594-də olmuşdur. 2-4 A bəndi. İkinci suala baxaq. Afina şəhər dövləti və Makedoniya ilə bağlı. Suriya Fələstinin ələ keçirilməsi bu Makedonlara aiddir. Balkan yarımadasının şimalında yaranması da Makedonlara aiddir. Tiranlığa son qoyulması Afina şəhər dövlətinə aiddir. Lakonikanı işğal edən Dorilər tərəfindən yaradılması bu Spartalılara aiddir. Müstəqilliyinə Əhəməni imperiyası tərəfindən son qoyulması hər ikisinə aid deyil. 1C, 2AB cavabımız olur B bəndi. Üçüncü sual baxaq. Qədim Misirin eramızdan əvvəl 4-cü minilliyə aid olan hadisələr. Yazı doğrudur, 2 doğrudur. Dövlətin imperiyaya çevrilməsi eramızdan əvvəl 2-ci minilliyin ortalarından artıq geniş ərazili imperiyaya çevrilir. Hitlerlə sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 13-cü əsrdə, yəni 2-ci minilliyə uyğun gəlir. Memfis şəhərinin dövlətin paytaxtına çevrilməsi yenə doğrudur. İlk paytaxt Memfis olub, 2-ci minillikdə Fifə köçürülüb. 4-ə baxaq. Qədim Yunan mədəniyyətinə aiddir. Demək, İonik sütunlarından istifadə edilməsi doğrudur. Ramayana, Mahabharata eposları, dastanları bunlar Hindistan tarixinə aiddir. Betonun ixtirası yenə Roma mədəniyyətinin nümunəsidir. İlk olimpiya oyunları eradan əvvəl 776-dan keçirilirdi. Panteon məbədi bu Romaya aiddir və ilk teatr, məhz teatrın vətəni Afina idi, Yunanistan idi. 1-4-6. Göstərilənlərə aiddir. Yunanlar məğlub oldular. Bu və Spartadan başqa digər Yunan şəhər dövlətlərinin varlığına, azadlığına son qoyuldu. Eradan əvvəl 338-ci ildə baş verən Xeroneya döyüşünün nəticəsidir. Qədim Roma imperiyasının eramızın 2-ci əsrinə aiddir. A variantı doğrudur Adrianın dövründə. Bu eradan əvvəl 2-ci əsrdir. Bu 395-dir, bu 330-dur. Sardiniya, Korsika kimi adaların ələ keçirilməsi Pun müharibələri dövrünə aiddir. 264-146 eradan əvvəl. 7-yə baxaq. Eradan əvvəl 3-cü minilliyə aiddir. Belə ki, Sparta şəhərinin əsasının qoyulması eradan əvvəl 2-ci minillik, Akkad imperiyasının iki çayrasını vahid dövlətdə birləşdirməsi və tarixdə ilk imperiyanın yaranması eradan əvvəl 24-cü əsr, yəni 3-cü minilliyin ikinci yarısı, bu doğrudur. Qədim Misirdə yazı meydana gəldi 4-cü minillikdə. Harappa şəhərinin meydana gəlməsi, Mohenjo-daronun meydana gəlməsi bu 3-cü minilliyə aiddir. Çin Sin sülaləsi tərəfindən birləşdirilibdir, lakin eradan əvvəl 3-cü əsrdə, yəni 221-ci ildə bu eramızdan əvvəl 1-ci minilliyə aiddir. Azərbaycan cənubunda ilk dövlət qurumları Arahta, Kuti, Lullubi, bax bu da doğrudur, 3-cü minilliyə aiddir. Demək 2, 4, 6 cavabımız oldu C. Hansı demək cavablar doğrudur? Fermopil döyüşü eradan əvvəl 480 Əhəməni ordusunun bütün Yunanistanı işğal etməsi bu Fermopil keçidində baş vermişdi. Orta Yunanistana daxil ola bilir Əhəməni ordusu, yanlışdır. Şimaldan Dorilərin yürüşü nəticəsində Krit süquta uğramır. Krit məhz yaxın adalarda baş verən vulkan püskürməsi nəticəsində süquta uğramışdı. Qranik, İs kimi döyüşlərdə Makedonlar Əhəmənilərə qalib gəlir və Afina dəniz ittifaqının yaradılmasından sonra eradan əvvəl 449-da Yunan şəhər dövlətlərinin qələbəsi ilə başa çatır Yunan-İran müharibələri. 3-4 D bəndi olur cavabımız. 9-cu suala baxaq. Tiranlıq idarə üsulunun yaranması, strateqlərin seçilməsi, əmlakdan asılı olmayaraq hər kəsin xalq yığıncağında iştirak hüququnun verilməsi bu təbii ki Afinaya aid olan bir xüsusiyyətlər idi. Qədim Yunanistan eramızdan əvvəl 8-ci əsr tarixinə aiddir. Belə ki, Homerin İlyada və Odisseya poemalarının qələm alması doğrudur. Spartada tiranlıq olmayıb, Yunanistanda Afinada olubdu 6-cı əsrdə. İlk olimpiya oyunları eradan əvvəl 776 doğrudur. Yunan Əhəməni müharibəsi 500-cü ildə, yəni 5-ci əsrdə başlayıb, yanlışdır. Və Orta Yunanistanda Afina şəhər dövlətinin yaranması 8-ci əsr tarixinə aiddir Yunanların. Demək 1, 3, 5 A bəndi olur cavabımız. Qədim Misirdə 1-ci Tutmosun və 2-ci Ramzesin dövrləri. Belə ki, Nubiyanın tabe edilməsi
Doğrudur. İlk dəfə Misiri Mina birləşdirib. Fələstin və Suriyanı tutubdur. Birinci Tutmos. Bir də olur A-la C. İkinci tərəfə baxırıq. Şimal sərhədlərinin ilk dəfə Fərat çayına qədər çatması birinci Tutmosa aiddir. Kadeş eradan əvvəl 13-cü əsrdə imzalayıb. İlk piramida, yenə 2-ci Ramzes aid xüsusiyyət deyil. 1AC, 2B cavabımız olur A-bəndir. 12-yə baxaq. Afina şəhər dövlətinin eramızdan əvvəl 5-ci əsr tarixinə aiddir. Belə ki, Attikanın azad kişi sakinlərinə vətəndaşlıq hüququnun verilməsi Solon islahatlarında idi. Yəni 6-cı əsrdə. Sparta ilə müharibə apardı 431-404 və məğlub oldu. Strateq vəzifəsi eradan əvvəl 6-cı əsrin sonlarında yarandı. 4 doğrudur. Periklin islahatlarından sonra eradan əvvəl 443-428. Əhəməni hökmdarı 3-cü Dara Yunanistana hücum eləməyib, 1-ci Dara hücum eləyib 5-ci əsrdə. Ona görə yanlışdır. Cavabımız olur E-bəndi 12-ci sualda. 13-ə baxaq. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsinin dövrünə aiddir. Demək, Böyük Çin səddinin inşa edilməsi, inşasına başlanması daha doğrusu Sin sülaləsindədir. Çünki onun inşası konkret olaraq hansı sülalənin dövründə bitib, bu bizə dərsliklərdə verilmir. Uzun müddət davam eləyibdir. 1. Yəni Sin sülaləsinə aid xüsusiyyətdir. Dəmir emalının başlanması hər iki sülalənin dövrünə aid deyil. Artıq 6-cı əsrdə Çində dəmir emalı var idi. Böyük Hun dövlətinin hökmdarı Mete ilə müqavilə eradan əvvəl 200-cü ildə Xan sülaləsinin dövründə imzalanmışdı. Ölkədə ilk yazı meydana gəlmişdi. Bu artıq 2-ci minillikdə daha doğrusu var idi heroqlif yazılar. Yəni bu nə Xan, nə də Sin sülaləsinə aid deyil. Çin əhalisi vahid xalqa çevrildi. Bax 3 ilə 5 aid olur Xan sülaləsinə. Və ilk dəfə Çinin birləşdirilməsi Sin sülaləsinə aiddir. Yəni 1-6 cavabımız olur A-bəndi. 14-cü suala baxaq. Qədim Roma aid xronoloji ardıcıllıq. 12 lövhə qanunu eradan əvvəl 5-ci əsrin ortaları. Padşahlıq idarə üsulu devrilir eradan əvvəl 509 6-cı əsr. Bütün İtaliyanın tabeliklər eradan əvvəl demək 3-cü əsrdə və Karfagen əyalətinə çevrilir Romanın eradan əvvəl 146, yəni eradan əvvəl 2-ci əsrdə. Bildiyiniz kimi də hadisələr böyükdən kiçiyə doğru düzülür eramızdan əvvəl olanda. Yəni bununla bağlı hər hansısa probleminiz varsa, çətinliyiniz varsa, bax bununla da bağlı izahlarımız var. Kanalda yerləşdirilib o playlistlərdə. Və 14-də cavabımız olur, demək C bəndi 2, 1, 3, 4. Cəmiyyət məsələlərinin dini qanunlarla həll edildiyi idarə etmə forması teokratiyadır. Bu Şumerlərdə var idi, bizdə də Səfəvilərdə. Qədim Şumerlərə aiddir. Heroqlif yazı növü yox, mixi. İki çay arasının yerli sakinləri deyirlər. 7-6-cı minilliklərdə neolitdə köçüb gəliblər olar. Təkərin ixtirası aiddir. Dini qayda qanunlar aiddir. Tarixdə ilk dəfə yazılı qanunların Şumerlərə aid eləyə bilərik. Qullar canlı ölülər adlanırdı Misirdə. Demək 3, 4, 5 cavabımız oldu. A bəndi 16-da. 17-yə baxaq. Uyğunluq gözlənilmişdir. İskəndərin şərqi rüşündən Midiya yox Əhəməni süquta uğrayır. Akkadların başçısı Sarqonun Şumer şəhər dövlətlərini 24-cü əsrdə işğal etməsi ilə tarixdə ilk imperiya yaranır. Qırmızı qaşlılar üsyanı yox, sarı sarıqlılar üsyanı içində Xan sülaləsinin devrilməsinə səbəb olub. Mete Tanhu, Çingiz xan kimi Monqol və Tibet tayfalarını tabe edib. Pinçen müqaviləsinin imzalanması ilə Çinin şimal hissəsi itirilir. Yəni burada 2-4 sadəcə doğru cavabdır. 18-də isə doğru cavab lazımdır. Misirdə qulları yox, əkinçiləri, təsərrüfat işçilərini kiçiklər adlandırırdılar. Nubiya ilk dəfə 3 yox, 1-ci Tutmosun dövründə birləşdirilib. C bəndi doğrudur. Kadeş müqaviləsinə əsasən Şimali Suriya Het dövlətində qalır. Misirin ilk paytaxtı Fiv yox, Memfis şəhəri olmuşdur. 19-da isə yanlış cavab lazımdır. Qədim Azərbaycan tayfası Lullubilərin yürüşü Akkad imperiyasının süqutu. Bax, bu yanlışdır. Çünki Kutilər süqutu uğradıbdır, həmən o dövləti. Digər variantlar öz növbəsində doğrudur. Xəritə sualı, xəritə ilə də çətinliyiniz varsa, məhz yuxarıda yerləşdirdiyim playlistlərə daxil olun, açıqlamadakı playlistlərə daxil olun. Bax, bu növ xəritələrin hər birinin izahı var kanalımızda. Kadeş müqaviləsini Misir və Het dövləti imzalanmışdı. Misirin Nil çayına əsasən müəyyən edirik. Burada 1 və Het dövlətini isə indiki Türkiyə ərazisində Anadoluda yerləşməsinə əsasən müəyyən edirik. Yəni bu Het dövlətidir.
Burada Mesopotamiya iki çay arasıdır, Fələstin bölgəsidir. Burada gördüyünüz kimi Azərbaycandır. Bizə lazım idi Misirin ərazisi. Misirdə olur 1, yəni A bəndi. 20-ci sualımızın cavabı. 21-ə nəzər yetirək. 21-də yanlış cavab lazımdır. 1-ci əsrin 1-ci yarısında eradan əvvəl 66-da Pompey Azərbaycanlılarla müqavilə imzalayır. Bizansın ərazisinə bax, bu torpaqlar daxil idi. Tribun vəzifəsi 5-ci əsrin əvvəllərində yaranıb. Yenə 5-ci əsrin ortaları 10 lövhə qanunu var. Lakin Roma imperiyasının süqutunu Spartak üsyanı yox, xalqların böyük köçü, epidemioloji xəstəliklər, xalqların çıxışları səbəb olur məhz bu imperiyanın süqutunun sürətlənməsinə. Neçənci əsrə aid hadisə verilməmişdir. Belə ki, 12 lövhə qanunları 5-ci əsr. Bax, bu var. Bunu çıxaq. Romanın Makedoniyanı işğal etməsi eradan əvvəl 2-ci əsr. Bu da var. Qay Yuli Sezarın senatda öldürülməsi eradan əvvəl 44. Eradan əvvəl 1-ci əsrə aid hadisə var. İlk Olimpiya oyunları eradan əvvəl 776. 8-ci əsrə aid hadisə də var. Lakin eradan əvvəl 4-cü əsrə aid heç bir xüsusiyyət verilməmişdir. Qərbi Roma imperiyasının tarixinə aid deyil. Qərbi Romanın əvvəlcə mövcudluğunu qeyd eləyək. 395-dən 476-ya qədər mövcud olubdur Qərbi Roma imperiyası və bura aid olmayan hadisələr hansılardır? Bunu qeyd etməmişdən əvvəl nəzərinizə çatdırım ki, istər 2-ci, istərsə 3-cü qrupların qəbul imtahanlarına daha yaxşı hazırlaşması üçün sınaq qruplarımızı qeydiyyat davam edir. Əziz abituriyentlər, sizlər həmin o sınaq qruplarına qoşulmaqla öz nəticənizi yaxşılaşdıra, Dövlət İmtahan Mərkəzinin hər gün qəbul testlərini, model suallarını, demin digər əhəmiyyətli, mühüm sınaqlarını işləməklə nəticənizi yaxşılaşdıra, imtahanlarda tarixdən 30-da 30 nəticə əldə edə bilərsiniz. Bunun üçün ekranda gördüyünüz 055 403 3753 nömrəsinə yazmağınız kifayətdir. Aid olmayan hadisələr nələr idi bəs burada? Belə ki, paytaxtın Vizantiya köçürülməsi 330-cu ildir. Bu Qərbi Romanın yox, Roma imperiyasının tarixinə aiddir. Gördüyünüz kimi hələ Qərbi Roma yaranmayıb bax bu hadisə olanda. 1. Vandalların Roma şəhərini tutması 5-ci əsrin artıq ortalarından etibarən onlar yürüşlər eləyirlər. Elə Qərbi Romanın süqutu da German tayfalarının adları ilə bağlıdır, yəni bu aiddir. Hunlarla mübarizənin aparılması Attilanın nümunə verə bilərik elə 451-52-də mübarizə aparmışdı. Yəni 3 doğrudur. Qulların öldürülməsinin qadağan edilməsi bizim eranın 2-ci əsri. Bu vahid Roma imperiyasının tarixinə aiddir. German tayfaları tərəfindən süquta uğradılmasını az öncə qeyd etdim. Amid döyüşü baş veribdi 359-da. Gördüyünüz kimi hələ o dövrdə Qərbi Roma yaranmamışdı. Deməli, aid olmayan cavablarımız 1, 4 və 6 olur. Xan sülaləsinin hakimiyyəti dövrünə aiddir. Belə ki, Vyetnam ərazilərinin Koreyanın tutulması, Konfutsi təlimi rədd edilmir, qəbul edilir. 3 doğrudur. Mete ilə 200-cü ildə eradan əvvəl müqavilə imzalanır. Erkən sivilizasiya isə artıq Çində mövcud idi bu sülalələrin hakimiyyətinə qədər. Yəni 1, 3, 4 olur cavabımız 24-də. 25-də yenə uyğunluğun pozulduğu cavab lazım idi. Konfutsi təlimi yayılıb eradan əvvəl 6-5-ci əsrlərdə. Bu doğrudur. Çini ilk dəfə vahid xalq yarandı Sin yox, Xan sülaləsinin dövründə. Yəni bu yanlışdır. Mikena sivilizasiyası vulkan püskürməsi ilə süquta uğrayıb. Xeyr, bu vulkan püskürməsi demək Krit mədəniyyətinə aiddir. Yəni 3 yanlışdır. Qırmızı qaşlar üsyanı eradan əvvəl 1-ci əsrdə yox, bizim eranın 18-ci ilində olub və Çan qardaşları Sarı Sarıqlar üsyanına rəhbərlik edib 20 il davam edən bu üsyana. Sadə bir sual, Qavqamela döyüşü eradan əvvəl 331, hamısı eradan əvvələ aiddir. Uauş səhənd döyüşü demək Manna tarixinə aid bir hadisə verilmişdi 716. Marafon eradan əvvəl 490 və Xrenoya eradan əvvəl 338-ci il tarixində demək baş vermişdi bax bu döyüşdə. Belə olduqda da yenə böyükdən kiçiyə doğru hadisələri düzürük. Yəni 2, 3, 4 və 1. 27-də uyğunluğa baxaq. Qədim Romada konsulların seçilməyə başlanması. Belə ki, bu hadisə eradan əvvəl 6-cı əsrə, yəni 509-cu ildən Respublika dövrünə aiddir. Padşahlıq dövrü başlayır eradan əvvəl 753, 8-ci əsrdə heç birinə uyğun olmur. 3 demək C3-ə uyğundur. İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsrin 1-ci yarısı. Afinada
Azad əhalinin yoxsul təbəqəsinə vətəndaşlıq hüququ verilmişdi Solon islahatları ilə eradan əvvəl 594-də. 1D, 2A və E bəndi, 3C, C bəndi. Situasiya ilə həmişə olduğu kimi videonu dayandırıb tanış olun. Mən sizə düzgün cavabları bildirim. Əgər tanış olduqsa 28-ci sualda təbii ki, burada cavab Pun müharibələrindən gedirdi. 29-cu sualımızın cavabında Romanın orada məqsədi Siciliya adasını ələ keçirmək, Aralıq dənizinin qərb sahillərini ələ keçirmək idi. Həmən bax bu yürüşdə və müharibənin nəticələri nə olur? Roma qalib gəlir, Karfagen məğlub olur, Karfagen Romanın əyalətinə çevrilir. Siciliya, Sardiniya, Korska kimi adalar Romanın demək sərəncamına keçir. Roma Aralıq dənizinin qərb sahillərində güclü dövlətə çevrilir. Bu və buna bənzər cavabları qeyd edə bilərsiniz. Əlavə cavablarınız olarsa şərh bölümündə yazmağı unutmayın. Növbəti bir sınağımızın da izahının yekununa gəlirik. Digər sınaqları, mühüm videoları izləmək üçün kanala abunə olub bildirimləri açmağı unutmayın. Sağ olun, salamat qalın.